İstəyirəm. Güneş çıxıb şərq tərəfdə, qərb tərəfdə yağış yağır. Sən şimalda, mən cənubda. Güneş çıxır, mənə baxır, mənə baxır. Hanım, üzr istəyirəm, sözünü kəsdim. Bir dənə baxa bilərsiniz ki, Cəllabad tərəfdə hava necədir? Dilşad bəy, xanım xeyir ifa eləyir, xahiş edirəm, mane olmuyor. Deyil, yaxın şəhədən üçün narahat olmuyor. Başa düşürəm. Zamana bax, bu şairə ilə Dilşad tanışdı bə. Zamanda. Yadında mı keçən günlər, mənə göyçəyin deyirdi. Ne göçək? Bu olmaz ya, bu olmaz. Ay gələm, cəmadın ailəsini dağıtmayın. Mən sizə nə vaxt göçəyin demişəm. Mənim bir dənə göçəyim. Göçəyin, bana bu dəqiqə baxırsan sən. Sen buna inan, her kitap burada inanma ya göçəyin. Mən sana sadık olmuşam ömrü boyu. Dilşad bəy, siz nə danışırsınız? Mən şeir söylüyorum, bu poeziyadır. Mənim sizinlə nə? Nəsə şübhəlidir ya Göyçək. Ya qıza dedi axı onu demir. İndi gülən tərəf mənəm. Sənsə gülüm, kədərlisən, kədərli. Kıza, Göyçək, eşidirsən? Öz dili ilə dedi ki, kədərli. Qıza kədərli o mənada demir, qəmgin mənasında deyir. Yəni Dilşadı demir. Yadımda son gecə, o iki dəlilə. Dilşadı deyir. Yadımda da bu ağzına gelen danışır. Hayır gələm, bu. Yadında mı parkta dalaştığımız o iki dəlilə. Yadımda. Unuttum beni. Ben seni. Mən səni. Allah evdən baxırlar, ay hörmətli aparıcı. Mən dinlə gəlmişəm Bakıya. Bu hardan bunu sevdim, hardan səni unuttum. Sən nə ağzına gələn danışırsan? Olmaz axı, bu arvadım baxır belə televizorda mən. Xanım şeir ifadeci xaşırın mane olmuyor. Mənə Sizinlə bağlı. danışmırıq, Mənə bağlı sizinlə deyil. deyildi. Vallahi inan sənə özüm indiyə qədər özümə gələ bilmirəm ki, necə oldu ki, o adam mənim gözümdən qaçdı. Hər yerə baxdım, amma birdən-birə yoxa çıxdı adam. O kişi dənə bığlı kişi, benim gördüğüm, pəncərədə gördüğüm kişi. Pəncərədə bunu görmüsən. Ha bunu görmüşəm mən. Ha buna baxın sən, İlham dəqiq. 100% odur. Özdə canlı efirdədir. Getdik. Getdik. Məhz bu məqamda Dilşad bəy, istərdim ki, sizə çox gözəl bir sual ünvanlayım. Bəli, buyurun. Bəs siz necə? Həyatınızda elə bir anlar olubmu ki, deyəsiz ki, mən niyə qadın doğulmadım? Olubmu belə anlar? Elə açığı nə yalan deyim? Bir dəfə olub. Bir dəfə. Bir də Bakıda toydaydım. Elə toydan çıxdım, eve gitmek istəyirdim. Yolun qırağından maşın gözləyirdim ki, avtovağzala gedim. Baxdım ki, yanımda 2 dənə, 3 dənə belə zaran xaylağı dayanıb, amma bunlar da belə çox üzr istəyirəm sizdən belə açıq saçıq geyiniblər, belə yufka da zadı, qısa yufka da zadı. Mən də əl eləyirəm, bir dənə köpək oğlu məni saxlamır. Bir dənə adam saxlamır mənim üçün ki, məni götürüb aparsın. Ama bunların yanında maşın saxlayır. Bunlar nə danışırlar, nə danışmırlar? Bir minut gedir. Yine təzədən maşın gəlir saxlayırlar, nə danışırlar, neyimlər qızın ikisi oturur gedir. Belə bu qızların hamısı çıxdı getdi. Bir dənə qaldım tək mən. Bax onda dedim ki, mən nə üçün qadın olmadım? Bax onda heyfsləndim. Amma yenə də bu Allah var adam başı istər. Bir dənə maşın saxladı mənim yanımda. Elə şoför bilmirəm məni tanıdı, nə idi? İçəridən mənə qayıdıb musiqi ilə bağlı bir dənə sual verdi.
Mən də dedim ki, yox, mən oxuyanam. Qayda ki, niyə klasın qırağında deyəmsən? Aydındır. Gülşad bəy, vaxtımız azdır. İndi çəkid alaq digər qonaqlar.